Bugün bizim də gəlişimizin məqsədi Seyid Yusuf Ağa ocağının ışığına toplaşmağa gəlmişik və bu ocağın ailə üzvləri yəqin ki, indi bizə lazım olan məlumatları alacaq. Seyid Yusuf Ağa elə bir insan, elə bir şəxsiyyət olmuşdur ki, onun haqqında danışmaqla qurtarmaz. İnsanlar bura öz dərdlərini götürüb gəlirlər. İnsanların inanç yeridir, insanların pənah yeridir. Hər bir gələn şəxslərə biz niyyətiniz hasil olsun deyirik. Arzularınız burada hasil olsun. Bugün möhtərəm prezidentimizin tapşırığına əsasən bu türbə demək olar ki, yenidən inşa olunmuş və burada Azərbaycan memarlıq sənətinin gözəl incilərindən biri hesab etmək olar. Seyid Yusuf Ağa elə bir şəxsiyyət olmuşdur ki, onun nurani sifətini görən hər bir kəs bütün ömrü boyu onu yəqin ki, xatırlayar. Bu xoşbəxtlik mənə də nəsib olmuşdur. Uzun illərdən bəri tanıdığım bu gözəl şəxsiyyətlə mən dəfələrlə ünsiyyətdə olmuşam, müsahibələr götürmüşəm, onun haqqında dönə-dönə yazılar vermişəm və bu da mənim həyatıma yazılan ən gözəl anlardan, ən gözəl günlərdən biridir. Sağ ol, biz çok güzel televizyon çekilir. Biri laf güzel, yeni formada. Biz bayramlar çıxasana Simay. Haq dərgahında. Sizin çəkdiniz, hamımızın köməyində. Bunu Tanrı atanıza rəhmət eləsin. Sizi 100 belə bayramlara çıxarsın. Bu ocağın işığına hər yerdən yığışıb gələnlər var. Burada hər kəs özü üçün bir nəsə nicat yolu tapır. Bu nicat yolumuz həmişə açıq olsun. Biz mətbuat işçiləri, media işçilər də hər vaxt sizin yaxın dostlarınızıq. Çalışırıq ki, xalqa nəsə çatdıra bilək. Allah Teala bütün qurbanları qəbul eləsin. İndi bütün evlərdə, bütün ailələrdə, bütün müsəlman dünyasında qurban kəsilir. Allah qurbanları qəbul eləsin. Bu qurban ondan ötürü kəsilmir ki, o qonaqlıq olsun. Ondan ötürü kəsilir ki, bir-birinə müsəlmanlar pay versinlər, küsürlər barışsınlar. Bu həm də böyük bir tarixi var qurbanın ki, hansı ki, əsrlər keçib bu unudulmur. Yəni, bizim millət də biz müsəlman kimi bu günü qeyd edirik. Və Allah Teala hamıya o imkanları versin ki, onun qapısında qurban kəsilsin. Allah hamıya o imkanı versin ki, o öz müqəddəs borcunu yerinə yetirə bilsin. Allah bütün qurbanları qəbul etsin, bütün hamının bayramını təbrik edirəm. Allah hamıya belə bayram qismət eləsin. Üstünüzdə Allah Teala yarikar olsun, Allah sizi qorusun. Seyid Yusuf Ağa haqqında qısa da olsa öz xatirələrinizdən mi deyim,
və yaxud da ki, yadınızda qalan xoş hadisələrdən mi deyim, məlumat verəsiniz və tamaşaçılarımız da qoy bu yurdu, bu ocağı tanısınlar. Kimin arzusu, niyyəti varsa da, yəni o diləkləri ilə bərabər bu ocağa təşrif buyursunlar. Seyid Yusif ağa mənim atamdır, hamının babasıdır. Yəni mən Seyid Yusif ağanın evladıyam. Atam vaxtında biz ali təhsil almışıq. Mənim də 2 ali təhsilim var. Uzun illər vəzifələrdə işləmişəm. Amma atam dünyasını dəyişməmişdən əvvəl bu günü elə bir sanki o gördü və belə bir vəsiyyət eləmişdi ki, məndən sonra evladlarımdan biri nəslinin ağsaqqalı olacaq. Mənim içimdə nə tikdirsə, dəfn xərcim o çəkəcək o xərci. Onda atam əlim mənim çiynimə qoydu ki, atam məndən sonra nəslinin ağsaqqalıdır. Atam mənə atasının adını qoyub. Atama gəlincə, mən vaxtilə atam bizim nəsil haqqında bir kitab yazmışam. Bir yoldaşla Elimizin Ant Yeri adlı kitabdır. Orada bizim nəsil haqqında xeyli yazı da var. Allah bütün ölənlərə rəhmət eləsin. Atam Seyid Yusif ağaya da qəni-qədə rəhmət eləsin. Çox sağ olun Seyid. Bizimizə kömək olsun. Bugün bura yığılan qonaqlarımızdan da, yəni onlar adından da, öz adımızdan da, bütün kollektivimiz adından sizə minnətdarlığımızı bildiririk. Can sağlığı arzuluyoruz bu əziz. Bugün yəni ITV kanalının ilk çəkilişidir və biz buraya tutduq ki, gözəl bir müqəddəs ocaqdan xeyir dua götürək və sizin xeyir duanızı dinləyək. Qoy sizin bizə nə dilədiyiniz arzular, bizim bu ilk kövrək addımlarımızı atmaqda bizə kömək olsun. Cəddiniz hər bir kəsə kömək olsun. İçində də bizim kollektivə və bizim təzə yaradıcı bu qrupya. Seyid Yusif ağaya deyil, ümumən dinimizə olunan bir hörmətdir və prezidentimizə səmimi qəlbdən təşəkkürümüzü bildiririk. Hər vaxt ona duaçıyıq. Hər vaxt mən səhər bu qapıdan içəri atanda, hər dəfə mən Cənab İlham Əliyevə, onun övladlarına, onun həyat yoldaşına dualar. Biz də öz növbəmizdə bu ailənin üzvlərinə özümüzü tutub deyirik. Qoy Seyid Yusif ağanın ruhu şad olsun, qəbri nurla da olsun. Bu binanı tikdirən, bu müqəddəs ocağı, bu gözəlliyi verən, inşa elətdirən, zəhmət çəkən hər bir kəsə, içində prezidentimiz və onun xanımı, Mehriban xanım olmaq şərti ilə hər birisinə həm öz kollektivimiz adından, həm Azərbaycan xalqı adından minnətdarlıq edirik. Bugün prezidentimizin seçilməsinin, yəni bilirsiniz ki, biz çox böyük bayram kimi qeyd etdik və təbrik edirik. Can sağlığı arzuluyoruz.